Ali? Ali ibn Ebu Talib? İlahi, indi huzurunda sənin adını daşıyan və risalətini davam etdirən, onu yaymağa çalışan bu gənc qəhrəmandan başqa heç kəs yoxdur. Səni sevən bu müsəlmanlar mübarizəyə qalxıblar ki, qoy hamı müsəlman olub səni sevsin. Bu vəziyyətdə əlini sənə tapşırır. Öz lütfünlə onu sabit qədəm elə, iradəsinə dözüm, qollarına qüvvət ver. Biz kiminsə qanını tökmərik. Qılıncını götür, çıx get qəbilənə. Hətta əgər Əbu Süfyan da sənə qoşulub qayıtsa, onda bu qoşun da mübarizəyə qalxmaz. Sən heç məni tanıyırsan? Bəli, çox yaxşı tanıyıram. Yəqin bilirəm ki, sən xəndəkdə bir qılınc belə vura bilməyəcəksən. Elə isə, ey əmir, indi seç istədiyini, qoy hamı sənin şücaət qanunlarını bildiyini görsün. Ey Əbu Süfyan, o cavan oğlan məni 3 təklif qarşısında qoydu. Ya müsəlman olum, ya səni tək qoyum, ya da onunla vuruşum. Eləsə yerində dayan, dad qılıncımın gücünü. Onda görərsən ki, yırtıcı şir də məndən qorxub qaçar. Çox yaxşı danışdın. Amma əvvəl atından yerə düş. Allahu Akbar! Allahu Akbar! Sənin ayağını kəsdim ki, qışları kəsilmiş atın çəkdiyi ağrını hiss eləyəsən. Qurtar işini cavan. Məni bu əzabdan qurtar. Bu vaxtacan heç kim məni bu cür yerdə qalmış görməyib. Kes başımı! Hara gedirsən? Kurtar beni bu azaptan ya Ali! Ben senin kılıncının gücüne yaxşı bələdəm. Bilirdim ki, Ərəblər arasında Əlidən başqa məni öldürən olmayacaq. Üzünə tüpürdüm ki, işimi tez kurtarıp beni öldürəsən. Beni bu əzabdan, cemaatın istehzalı baxışlarından kurtar, rahat elə. Biz Əhl-i Beyt
Allahın rizasından başqası üçün heç nə eləmirik. Üzümə tüpürməyin qəzəbləndirdi məni. Qəzəbləndiyimə görə səni tez öldürsəydim, onda mən öz razılığımı Allahın razılığından üstün tutmuş olardım. Biraz var gəl eləyib, qəzəbimi sakitləşdirdim, tövbə elədim. İndi səni Allahın adı ilə, onun əmrinə görə öldürürəm.